Bugünkü avtomobil Toyota Corolla 2024-cü ildir və bəzi rəylərdə cavablar var. Baxıram, yəni elə bilirlər ki, mən orada Toyota Corolla-nı pisləyirəm, nə edirəm və orada cavab verirlər ki, Çin istehsalı ilə, nə bilim, orijinal olan Yaponiya düzdür buraxmır bu dəqiqə, Türkiyə buraxır mən dediyimdə də. Mən burada Toyota Corolla-nı pisləmirəm ki, bu dağılır, nə edir. Sadəcə bu lavabo sistemində bəzilərində, yəni bu Çin istehsalı olanlarda, indi bunlarda lavabo sistemində biraz defekt gəlir, yağsızlıq problemi olur. Və lift var. İndi mən onu sizə də göstərəcəm. Orada yəni avtomobil dağıldı, nə motoru belədir falan. Bundan söhbət edirəm. Mən sadəcə öz sahəmdən danışıram və demirəm ki, yəni bu maşını almayın falan filan. Yəni düzdür, qiymət fərqi də var. Deyir heç bir fərqi yoxdur. Qiymət 15.000 fərq var onun. Yəni belə bir səs özünkü ilə, Kita ilə Radno oyunda. Eşitdiniz? Lavabonun sağ tərəf tulpası. Bəli, üstündə o qədər də bildirmir, amma belə açıq-aşkar göstərir. Həm də burada da liftlər var. Gördüyünüz kimi aypara boşluğu var. Nəysə, təmir eləyəcəyik. Qoyacaq üstünə. Olacaq. İzlədiyiniz üçün təşəkkür ederim.